Əslində gün batımını karavanda qarşılamaq istəyirdik, amma çox təəssüf ki, marketdə vaxtımız çox getdi və çatmadıq. Gün batımını marketin qarşısında qarşıladıq. Amma gün batımını dənizin kənarında karavanda qarşılamağı hər birinizə tövsiyə edirəm. Artıq az qalıb karavana çatırıq və bugün sizə karavanda bir günümüz necə keçir onu göstərəcəm. Çatırıq karavana, az qalıb. Biraz yol burada asfalt yol deyil, daş yoldan, ama bu çox az bir məsafədir. 1 kilometrdən də biraz az məsafədir. Gün batımına çatmadıq, amma ayın çıxışına çatdıq. Gedirik karavanda istirahət edirik və sizə göstərirəm ki, bir gündə karavanda istirahət necə olur. Burada əslində çox maraqlıdır, yəni daş yol olsa da Amerikanın ştatlarına bənzəyir. Və gəldik çatdıq dənizin kənarına. Gördüyünüz kimi arxada çox qəşəng bir mənzərə, günəşin batması və qabağımızda dəniz, ay. İndi gedirik karavanımızı təhvil götürməyə. Siz də bu cür gözəl mənzərələri görmək, yaşamaq istəyirsinizsə, təbii ki, buyurun bizim karavanlarımızı icarəyə götürün. Gəldik, karavanlara çatdıq. Hal-hazırda gördüyünüz bizim karavanımız deyil. Amma bu karavanı da icarəyə götürə bilərsiniz. Biz gedirik öz karavanımıza tərəf. Bu da növbəti karavandır. Burada karavanlar çoxdur. İstədiyiniz karavanı seçə bilərsiniz. Hansını istəyirsinizsə. Hardasa 7-8 dənə karavan var. Bir-birinin yanında olan karavanlar da var. Ayrı-ayrı olan karavanlar var. Məsələn, ailəvi gəlsəz, 2-dən 3 dənə ailə olsa, bu yan-yana olan karavanları götürə bilərsiniz və yaxud təklikdə gəlsəz, daha öncə göstərdiyim karavanları götürə bilərsiniz. Bizim karavanımız isə budur. Və onu da qeyd edeyim ki, siz buradan karavan ala da bilərsiniz. Bax, bir dənə karavan oradadır. Bu karavanlar həm də satılır, yəni karavan ala da bilərsiniz buradan. Və biz yaxınlaşırıq öz karavanımıza. Gördüyünüz kimi çox qəşəng rəngli bir karavanımız var. Biz bugün bu karavanda istirahət edəcəyik. Və budur, artıq bugün istirahət edəcəyimiz karavana çatdıq. Karavanımız budur. İçini göstərəcəm birazdan sizə. Və bu Elşən bəydir. Siz gələndə sizi Elşən bəy burada qarşılayacaq. Salam, xoş gördük. Onu da qeyd edeyim ki, karavan düz dənizin kənarındadır. Dənizin səsini də eşidirsiniz. Çox qəşəng bir mənzərə var burada. Yəni ürəyiniz istəyən insanlarla gəlib çox qəşəng istirahət edə bilərsiniz və siz gələndə sizlərə samavar, mangal, odun, kömür, hər şeyi və önündə stol, stul, hər şeyi sizin götürdüyünüz icarənin üstündədir. İcarələr 30 manatdan başlayır, 30 manat, 50 manat. Gördüyünüz kimi ədviyyatlarımızı tökürük, duz istiyor. Bu artıq 3-cü dəfədir ki, mən buna duz tökürəm, istiyot tökürəm. Çünki hər dəfə çəkilişimiz alınmır. Duz tökürük, istiyot tökürük. Baxın, duz, amma siz bu qədər çox tökməyin də, yaxşı. Biz çəkiliş edirik deyə məcbur buna bayaqdan duz istiyor. Artıq 3-cü dəfədir. Duzluyursunuz, istiyotlayırsınız və burada marinad var. Marinadla mən ədviyyatı çox xoşlayıram deyə ədviyyatlarımı bol eləyirəm. Hindistan və Pakistan yeməkləri üçün ürəyim gedir. Artıq bunun marinadını da elədik, bastırmasını elədik. Siz həm burada kebab pişirə bilərsiniz, həm də ki, içəridə qaz var, qazda qazan yeməkləri də pişirə bilərsiniz. Biz kebabı deməli toyuğun qanadından, bud dibindən və buddan eləyirik. Amma siz nə ürəyi istəyir qoyun əti, istəyir mal əti və istəsəniz toyuq ətindən eləyə bilərsiniz. Və artıq kebabımız hazırdır. Daha doğrusu ətimiz hazırdır. İndi kebab çəkmək üçün şişə çəkirik. Birinci budları çəkək və sonra isə digərlərini da göndəririk mangala. Baxın, gördüyünüz kimi həm burada çox qəşəng istirahət edirsiniz. Dənizin kənarında, təmiz havada, həm də ki, belə bir aktivitedir bu. Biraz depressiyada, anksiyetədə olan insanlar üçün bu çox olur, 3 dənə bəsdir. Bu fərqli bir aktivitedir, gəlin və belə stresinizi atın. Kebablarımız gördüyünüz kimi, göz haqqınızı halal eləyin, pişir və gəlin siz də burada bu cür gözəl kebablar pişirərək bu cür gözəl istirahət edin. Mən məqsədim burada sizə karavanda necə istirahət olunur onu göstərməkdir. Dənizin kənarında, dənizin səsi, gözəl bir hava və burada da samavarımız artıq qaynayır. Birazdan çayımızı da dəmləyəcəyik. Artıq çayımız hazırdır, gördüyünüz kimi. Samavarımız qaynadı, çayımızı dəmləyirik. Samavar çayının başqa bir ləzzəti olur və tüstüsü adamın üzünə vurur. Gözlərimizi yandırdı bunun tüstüsü. Mən çayxor olduğum üçün ən çox sevdiyim çaydır. Ona görə ilk gələn kimi samavarı qaynatdım ki, çayımız hazır olsun.
Kebablarımız hazırdır. Kebablarımızı qazana çəkək. Birinci qazanın içine biraz soğan tökürük ki kebabları soğan iyi vursun. Ondan sonra bizim burada samavarın fonunda bizim burada təndir çörəyimiz var. Təndir çörəyi ilə kebabları çəkək bura. Haqqınızı halal eləyin, göz haqqınızı. Bunu sizə göstərirəm ki, siz gəlib burada necə istirahət edeyim deməyəsiz. Bir-bir tək-tək göstərirəm və gördüyünüz kimi də dənizin səsi də öz yerində də, dənizin səsi tamam başqa. Yəqin gəlir dənizin səsi sizə də. Eşidirsiniz daha doğrusu. Bunlar hələ pişməyib, bunlar qalsın. Birazdan çıxırıq. Hal-hazırda saat 9'a 20 dəqiqə qalıb. Təxminən saat 6'dan buradayıq. Gözəl mənzərə, dənizin düz kənarı və artıq demək olar ki 3 saata biz kebabımızı pişirdik. Samavarımız hazırdır və artıq oturub süfrədə yeməyimizi yeyəcəyik. Onu da qeyd edirəm ki, biz 5 nəfərik. Karavanın içində 4 nəfər rahatlıqla yata bilir. Amma siz 5-6 nəfər də gəlib burada istirahət edə bilərsiniz. Yəni və qiymətlər 50 manatdan, hətta 30 manatdan, hal-hazırda 30 manatdan başlayan qiymətlərləndir. 30 manat 6 saatlıq üçündür. 6 saat 30 manat ödəyirsiniz və gəlib bu cür istirahət edirsiniz. Məsələn, biz gəlmişik artıq 3 saat, hətta 2 saat 40 dəqiqədir ki, bizdə artıq hər şey tamamilə hazırdır. Kebablarımızı pişirmişik. Artıq stolumuz hazırdır, çayımız hazırdır. Bundan sonra bura 1 saat yeməyimiz olsa, deyək ki 6 deyək, hal-hazırda 9 deyək, 9:20 qalıb 3 saat. Ondan sonra 1 saat yemək yesək 4 saat, 2 saatda biz istirahət etməyə vaxtımız qalır. 6 saat götürüb rahatlıqla istirahət edə bilərsiniz. Bu 30 manatdan başlayır. 12 saat isə 50-80 manat arasıdır. Bu karavana görə qiymətlər dəyişir. Və artıq kebabımız, çayımız, stolumuz hazırdır. Kebabı qoymuşuq ki bura soyumasın. Biraz karıştırım ki içindeki soğanlar karışsın. Çayxor olduğum için çayımı süzüm, samavar çayı. Aslında dəm çox da ki. Dağıtdım hamısını bir əldə telefon, bir əldə çay olanda belə olur. Və möhtəşəm. Sərin havada, qəşəng dənizin kənarında bu cür mənzərədən zövq alaraq çay içmək, yemək yeməyin başqa bir ləzzəti var. Artıq getmək vaxtıdır. Karavandan ayrılmaq çətin olsa da biz karavanı təhvil verməliyik. Karavanı necə təmiz səliqəli götürmüşdüksə, təmizləyib səliqəyə salıb elə də təhvil verdik. Bugün biz 5 saat olduq karavanda. Əslində 6 saatlıq götürmüşdük. Amma 1 saat gecikdiyimiz üçün 5 saatdan artıq karavanı təhvil verdik. Və 5 saat bizə kifayət elədi ki, biz həm kebabımızı çəkək, samavarımızı qaynadaq və çox rahat, xoş istirahətimizi edək. Fərqli bir istirahət oldu. Siz də bu cür fərqli istirahət eləmək istəyirsinizsə 6 saata balaca karavana 30 manat, böyük karavana isə 50 manat ödəyərək istirahət edə bilərsiniz. 12 saat da istirahət edə bilərsiniz, gecə qala da bilərsiniz. 12 saat üçün balaca karavan üçün 50 manat, böyük karavan üçün isə 80 manat da ödəniş və ya 24 saatda, 2 sutkada, 3 sutkada, hətta bir həftəlik belə karavanları icarəyə götürə bilərsiniz. Hər birinizə tövsiyə edirəm, gəlin istirahətinizə fərqli qatın. Aşağıdakı nömrələrlə əlaqə saxlayaraq karavanları sifariş eləyə bilərsiniz. Hətta burada karavanların satışı da var. Əgər bağ eviniz varsa və yaxud torpaq sahəniz varsa, ev tikməyə ehtiyac yoxdur. Bir karavan alıb aparıb ora qoyub, orada rahatlıqla istirahət eləyə bilərsiniz.